Öz gəldim, vətənimi yaxşı gördüm. Mayın 23-də doğma yurduna yola salınan köç kərvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Kəngərli kəndi Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir. Kənd 1-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olunmuşdu. 44 günlük vətən müharibəsində qazandığımız qələbədən sonra üç tərəfli bəyanata əsasən Ağdam rayonu, o cümlədən Kəngərli kəndi noyabrın 20-sində Azərbaycana qaytarılıb. Birinci mərhələ üzrə bura 1279 nəfərin köçürülməsi planlaşdırılır. Ümumilikdə Kəngərli kəndi 2544 nəfər üçün nəzərdə tutulub. Kənddə 2 mərhələ üzrə 632 fərdi ev inşa ediləcək. Hazırda bugün baş tutan köç də nəzərə alınmaqla Kəngərli kəndinə cəmi 109 ailə, 487 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır.